Allahın salamı olsun dəyərli izləyicilərimizə. Hər vaxtınız xeyirli olsun. Bir neçə gün öncə gözəl diyarım Cəlilabad torpağına getdim və düşündüm ki, bir bazara baş çəkim. Getdim bazara, gözümə canlı balıqlar dəydi. Əslində mən canlı balığı çox sevirəm. Sazan yox, sazan saxlama olduğu üçün yağlı olur. Karp balığını çox bəyənirəm. Və ondan bir neçə kiloqram aldım, gətirdim evə. Onları qəşəng hazırladım, təmizləndi. Sonra bir hissələrindən çərtirəm ki, onların içinin sümükləri də, xırda sümükləri də bişir, qəşəng bişir. Və sizə bir söz deyim də, əvvəldən görmüşük ki, balığı unlayıb qızarırlar. Amma mən yeni üsulla, öz ideyamla yağı dağ eləyib, içinə biraz duz əlavə eləyib və balığı düzürəm. Balığı necə qoyursan tavaya, elə də götürürsən. Yəni yapışma söhbəti olmur. Həqiqətən karp balığı çox ləzzətli, çox dadlıdır. İnşallah siz də alıb sınayarsınız, görərsiniz. Və tavanı dediyim kimi duz səpin, balıq necə atırsınız tavaya, elə də götürürsünüz. Yəni təbii halda bütöv şəkildə götürürsünüz. Karp balığı həqiqətən çox dadlı balıqdır. İstəyərəm ki, siz də sınayasınız. Çox gözəl alınır. Və ondan sonra qəşəng onun soğanını, göyünü doğrayıb pişəndən sonra üstünə əlavə edirsiniz. O daha da möhtəşəm olur. Həm də ki, təbii ocaqda. Ocaq yeməkləri mən çox bəyənirəm. Əminəm ki, çoxlarınız bəyənir ocaq yeməklərini. Çox gözəl alınır. Və bizim gözəl bir məsimiz də var. Onu da unutmadım. Balığı daddırdım ona. Allah sizdən razı olsun. İnşallah siz də yoxlayın, dadına baxın bu karp balıqlarının. Təşəkkür edirəm hər kəsə. Yenə də sizlərdən ricam odur ki, göz haqqınızı halal edin. Allah sizdən razı olsun. Təşəkkür edirəm. Abunə olmağı unutmayın. Minnətdaram, var olun.